Salam uşaqlar, bugünkü dərsimiz Azərbaycan müstəqilliyi uğrunda mübarizə mövzusudur. Başlayaq ən birinci Sumqayıt fitnəkarlığına və Qərbi Azərbaycanlıların sonuncu deportasiyasına. 1980-ci ilin sonlarında SSR çöküşünü xilas etmək üçün atılan bütün addımlar vəziyyəti daha da pisləşdirirdi. Bu zaman ölkə rəhbərliyi əhalinin diqqətini mövcud problemlərinə yayındırmaq üçün milli zəmində qarşılamalar yaradır. Çar Rusiyasının parçalı hökumət siyasəti davam etdirilirdi. Bu məqsədlə Ermənistandan Azərbaycanlıların yeni deportasiyasına rəvac verildi və Dağlıq Qarabağda milli münaqişə alovlandırıldı. 1987-ci ilin sonundan etibarən Ermənistan Azərbaycan əhalisinin güclü mənəvi və fiziki təzyiqə məruz qaldı. Və 1988-ci ilin yanvarından etibarən Ermənistandan Qərbi Azərbaycanlıların sonuncu deportasiyası başa alındı. 1988-ci il yanvarın 25-də Qafan və Mehri rayonlarından Azərbaycana gələn ilk qaçqınlar əsasən də Bakı və Sumqayıtda yerləşdirilirdi. Bu senaryo əsasən 1988 fevralın 28-də 29-da ermənilər Azərbaycanlı adlı və öz millətlərinə qarşı qırğın Sumqayıt fitnəkarlığını törətdilər. Qırğında 32 nəfər öldürüldü. Bu qırğın əsas təşkilatçısı öz Azərbaycanı kimi təqdim edən Paşa ləqəbli Eduard Qeorqaryan idi. Sumqayıt hadisələrinin münaqişəni daha da alovlandırmışdı. İndi Sumqayıt fitnəkarlığını törətməkdə ermənilərin məqsədi nə idi? Bunlara baxaq. Ermənilər Azərbaycanı tamamilə qovub çıxartmaq və Azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaq idi. Moskva əhalini sakitləşdirmək üçün 1988-ci il mayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə Kamran Bağrovun yerinə Əbdurrahman Vəzirovu gətirdi. 1991-ci ildə Ermənistan SSR-də Azərbaycanın sonuncu yaşayış məskəni olan Mehri rayonunun Nüvədi kəndindən əhali rus əsgərlərinin köməyi ilə çıxarılması ilə Qərbi Azərbaycanda Ermənistanın Azərbaycanın sonuncu deportasiyası başa çatdı. Bütövlüklə 1988 və 91-ci illərdə 230 min Azərbaycanlı zorla köçürüldü. Dağlıq Qarabağda ermənilərin separativ fəaliyyəti güclənmişdi. Heydər Əliyev ermənilərin Qarabağ olan iddialarına mane olduğu üçün Qarabağçov onu vəzifəsindən istifadə verməyə məcbur eləmişdi. Bu da 1987-ci ildə baş vermişdi. 1988-ci ilin fevralında Ermənistan SSR-də və Xankəndidə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılması və Ermənistan SSR-ə birləşməsi tələbi ilə ermənilər mitinq təşkil etməyə başladı. İndi Dağlıq Qarabağda xüsusi idarə komitəsinin yaradılmasına baxaq. 1989-cu ilin əvvəllərində Qarabağ böhranı Azərbaycan üçün daha təhlükəli mərhələyə daxil oldu. SSR Ali Sovetinin rəis heyəti güya Qarabağda vəziyyəti normallaşdırmaq üçün 1988-ci ilin yanvarında Volinskinin başçılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin xüsusi idarəçilik formasının tətbiqi haqqında qərar qəbul etdi və bu qərarla Dağlıq Qarabağ Muxtar Vilayətinin xüsusi idarə komitəsi, yəni XİK yaradıldı. 10 ay fəaliyyət göstərən xüsusi idarə komitəsi bu müddətdə faktiki olaraq Azərbaycan vilayətinin idarə olunmasından kənarlaşdırıldı. Yəni Azərbaycanlılar tamamilə buradan kənarlaşdırılmış. Artıq 1989-cu yayında Xankəndidə yaşayan bütün Azərbaycanlılar şəhərdən çıxarıldı. Beləliklə bölgəni Azərbaycandan tamamilə ayırması üçün mühüm təməllər qoyulmuş. Buna cavab olaraq 1989-cu il 23 sentyabrında Azərbaycanda Ali Sovetin növbədən kənar sessiyasında Azərbaycan SSR suvereniyyəti haqqında konstitusiya qəbulu baş verdi. Bu qanun qəbulundan sonra Respublika rəhbərləri təzyiqatlı xalqın tələbi ilə Moskva 1989-cu ilində noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətində XİK ləğv etdi. Buna razılıq Ermənistan SSR Ali Soveti bütün siyasi normaları pozaraq 1989-cu dekabrında Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar qəbul etmək üçün Azərbaycanın ərazi bütövlüyünə olan iddiasını rəsmən elan etmiş oldu. Xalq hərəkatlarının başlamasına baxaq. 1988-ci ilin yanvarında Ermənistan və Xankəndidə ermənilərin Azərbaycanlılara qarşı etiraz mitinqinə cavab olaraq fevralın 19-da Bakıda Azərbaycan xalqı etiraz əlaməti olaraq küçələrə axışdı. Bu hadisələr Azərbaycanda xalq hərəkatı başladı. Xalq hərəkatının başlanğıcı prosesində Körtəbii xalq daşıyırdı. Lakin tezliklə etirazlar ziyalıların çıxış etdiyi tribuna arxasından küçələrə keçdi. Xalq hərəkatının səbəbləri nə idi? Dağlıq Qarabağ Ermənistan səfəratçılıq meydanının güclənməsi, Sovet rəhbərinin erməni millətçi qüvvələrini himayə etməsi, Ermənistanda yaşayan soydaşlarımızın kütləvi deportasiyası və ölkə rəhbərliyi vətəndaşların hüquqi müdafiəsini etməməsi idi. Şuşanın Topxana meşəsi ermənilər tərəfindən tikinti məqsədi ilə qırılmasına etiraz məqsədi ilə 1988-ci noyabrın 17-də indiki Azadlıq meydanında müddətsiz etiraz mitinqləri keçirilməyə başladı. Bu xalq hərəkatı tərəfindən meydan hərəkatı adlanmağa başlandı. 1988-ci ilin noyabrın 17-də mitinqdə ilk dəfə suverenlik və azadlıq şüarları səsləndirildi. Bu xalqın milli yüksəlişi nümayişi idi. Həmçinin həmin mitinqdə ilk dəfə AXC-nin 3 rəngli bayrağı qaldırıldı və Moskva bu hərəkatı digər bölgə ayırmasına narahat olaraq Bakı və digər yerlərdə komendant saat tətbiq etməyə başladı. Beləliklə meydanın hərəkatı dağıdıldı. Bu dövrdə xalq hərəkatının təsiri ilə 1989 dekabrın 30-da Gəncənin tarixi bərpa olundu. 1989 dekabrın 31-də Naxçıvandan başlayaraq Sovet-İran sərhədləri qurular dağıdaraq Cənubi Azərbaycana canlı təməs yaradıldı. Bundan sonra dünya Azərbaycanın həmrəylik hücumunda qeyd olunmağa başladı 31 dekabr. Bütün bunların narahat olan Moskva işğalçı Ermənistana daha da qızışdırdı. 1990-cı ilin yanvarın 15-də ermənilər xanlar, yəni indiki Göyçay rayonunun Quşlu kəndində silahlı basqın etdilər. Dağlıq Qarabağda erməni hücumlarına qarşı almaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyəti
90-cı ilin yanvarında Milli Müdafiə Şurası yaratdı və özünü müdafiə dəstələri təşkil etməyə başladı. 1990-cı ilin yanvarın 19-da ermənilər Sovet ordusunun yardımı ilə Naxçıvana hücum etdi. Bu hadisə etiraz olaraq həmin gün Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Muxtar Respublikasının SSR-nin tərkibinə çıxması haqqında qərar qəbul etdi və SSR-də görünməmiş hadisə idi. Bununla müstəqillik uğrunda mübarizə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası ilk qətliyyat addım olmuş oldu. Qanuni yanvar faciəsinin törədilməsinə baxaq. Respublika rəhbərliyi baş vermiş hadisəni təşrif etmişən Moskvaya müraciət edərək Qarabağda fövqəladə rejimi tətbiq edilməsini xahiş etdi. Moskva xahişi yerinə yetirərək 1990-cı ilin yanvarın 15-də Bakı əlavə silahlı qüvvələr göndərdi. 1990-cı ilin yanvarın 19-da SSR Ali Sovetin Rəis Heyəti xəbərdarlıq etmədən Bakı şəhəri fövqəladə vəziyyət tətbiq etmək haqqında fərman verdi və qoşunlara hücum əmri verdi və beləliklə 1990-cı il 19 yanvarın 20 yanvarı keçən gecədə Sovet ordusu Bakıda qırğın törətdi. Həmin gecədə 131 nəfər öldürüldü, 744 nəfər yaralandı və 400 nəfər həbs olundu. Xalq buna etiraz əlaməti olaraq 40 günlük möhtəm tətilinə çıxdı. Lakin 20 yanvar faciəsi xalqın müstəqillik meylinin qarşısını ala bilmədi. Azərbaycan isə 80-ci illərin 2-ci əsr 90-cı ilin əvvəllərində daxil oxşarlıq cəhətdən baxsaq, Azərbaycanlıların Ermənistana deportasiya edilməsi və xalqın erməni təcavüzünə və Sovet rejiminə qarşı mübarizə aparması oxşarlıqdır. İndi Azərbaycan SSR-nin 40-cı illərin 2-ci əsr və 80-ci illərin 2-ci əsrə aid oxşarlıqlara baxsaq isə ermənilərin ərazi iddialarının qaldırılması, soydaşlarımızın Qərbi Azərbaycana deportasiya olunması və Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR verilməsi tələbinin qaldırılması idi. Azərbaycan SSR Kommunist Partiyasının birinci katiblərinə baxsaq, fikir versək, yəni ümumi baxsaq burada 1933-cü il, 1953-cü ildə Mirzəfər Bağırov birinci katibləsinə çalışmışdır. Onun ardınca İmam Mustafa bəy, daha sonra Vəli Axundov və Heydər Əliyev bu vəzifəni tutmuşdur. 1982-88-ci illərdə Kamran Bağırov rəhbərlik etmiş və onu 1988-1990-cı ildə Əbdülrəhman Vəzirov əvəz etmişdir. Və 1990-cı ildən etibarən isə Əziz Mütəllibov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katib vəzifəsinə çalışmışdır. Daha sonra ilk prezidenti olacaqdır. Mövzumuz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Oldu, sizə uğurlar arzulayıram.